Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda 3-cü qruplara dəstək üçün bir sınağın izahına baxacağıq. 44 sınaqdır kitabın adı və çox imtahana uyğundur, çox gözəl bir vəsaitdir. Sınağımız ümumi sınaqdır. Bir-bir başlayaq suallara baxmağa. Deməli, birinci sualımızda uyğunsuzluğu istəyir bizdən. Buna diqqət eləməliyik. Mübtəda, deməli, birincidə olacaq mübtədanın əlavəsi, ikincidə olacaq zərfliyin əlavəsi. Baxaq, Kamil, yəni kənd müəllimi hamıya hörmət edir. Hörmət edir ki, Kamil, yəni kənd müəllimi. Biz əlavəni tire ilə də yaza bilərik, vergül də qoya bilərik sadəcə və ya vergül yəni də deyə bilərik. Yəni, 3 cür biz əlavəni yaza bilərik. Deməli, birinci mübtəda oldu, doğrudur. Mən dağlarda, yəni ucqar bölgələrdə çox olmuşam. Olmuşam ki, mən harada? Dağlarda, yəni ucqar bölgələrdə. Və qeyd edeyim ki, təhlil zamanı əlavəni təhlil eləməyə ehtiyac yoxdur. O cümlədən çıxarılaraq təhlil olunur. Deməli, birincidə doğrudur. Birinci zərflik oldu, həm də mübtəda var. Meşələrdə bitən bənövşə, yəni ətirli çiçək raihəsini ətrafa yaymış. Raihə də qoxusunu, yəni. Ətrafa yaymışdı. Nə? Bənövşə, yəni ətirli çiçək. Yəni bunun əlavəsidir, mübtədadır. Biz kəndə saat 10-da, yəni hava qızanda çatdıq. Çatdıq. Kim biz? Nə zaman? 10-da. Yəni hava qızanda. Bu da mübtədanın əlavəsi, daha doğrusu zərfliyin əlavəsidir. Bu da doğrudur. Körpələr, yəni balaca sevimlilər çox şirin görünür. Çox şirin görünür. Kim? Körpələr. Yəni balaca sevimlilər. Mübtədadır. İkinci, quş kolluqdan cəld, yəni qanadlarını çırparaq uçdu. Bu da zərfliyin əlavəsidir. D variantına baxaq. Qab-qacaqlar, yəni yeni aldığım servis dəsti hamını heyran buraxdı. Hamını heyran buraxdı. Nə? Qab-qacaqlar, yəni yeni aldığım servis dəsti. Bu da mübtədanın əlavəsidir. Diqqət eləyək. Buradakı z olanda qab-qacaq olur. Bir də var servis, yəni xidmət mərkəzi kimi düşünə bilərik. İkiyə baxaq, turistlər meşəni, yəni kəndin qurtaracağını gəzib dolaşdılar. Gəzib dolaşdılar kim? Turistlər. Haranı? Meşəni. Bu tamamlıqdır və bu da tamamlığın əlavəsi. Deməli, cavabımız bu oldu. Tamamlığın suallarında çaşdırıcı bir sual var. Haranı sualı tamamlığın sualıdır, zərfliyin sualı deyil. D variantında da igidlər mübtədadır. Gəldi kim? İgidlər, yəni xalq qəhrəmanları. Uşaqlar tənəffüsdə, yəni zəng vurulanda görüşdülər. Bu birinci sual. İkinci suala keçirik. Bizdən yenə uyğunluğu istəyir. Birinci tələffüzə baxaq. Görünmək sözünün tələffüzü. Burada n-m-yə çevrilir. Bu da x-dirik olur. Şəkilçilərdə iki fərqli tələffüz var. Bəli, doğrudur. İki fərqi yazdıq. Eyni samit qoşalıq var. Biz nə zaman baxırıq tələffüzdə? Tələffüzdə nəyə baxırıq biz? Saitə baxırıq, bir də samitə baxırıq. Deməli, bizdən də samit istəyir. Yazılışda yoxdur, amma tələffüzdə n-m-yə çevrildi. Deməli, bu da doğrudur. Bir görünür ki, cavabımız A-dır. Baxaq 3-ə. Gərginlik sözündə nə var? B-n-yə çevrilir, x-dirik olur sonuncuda. Yəni sonunda gələndə x-dirikə çevrilir. Şəkilçidə bir fərqli tələffüz var. Şəkilçidə bir fərqli tələffüz var. Burada iki fərqli tələffüz oldu. Niyə? L-n-yə çevrildi, q da x-dirikə çevrildi. Qeyd edeyim ki, sözün kökü gərməkdir. Sonra da gərgin olub. Burada da görməkdir, görünmək olub. Bu qrammatikdir. Burada isə iki leksik şəkilçi var. Yazılışla deyilişdə 3 fərqli məqam var. Biz isə 2 fərqli məqamın olduğunu dedik. Deməli, 3 və 4 səhvdir.
Üçüncü suala baxırıq. Bizdən yenə doğrunu istəyir burada. Deməli, oldu bu belə. Bir dəqiqə. Eyler-Venn diaqramında cümlələr haqqında doğru fikirlər müəyyənləşdir. Xavər çox düşüncəlidir. Gəlirik bu çox sözünə. Çoxdan çoxla bağlıdır bu ümumiyyətcə sual. Əgər çox sözü sifətdən öncə gələrsə, olacaq dərəcə. İndi baxaq, qazanmaq sözündən gəlir. Feildən öncə gəlibsə, deməli burada olacaq zərf. Birində zərfdir, birində köməkçi nitq hissəsidir. Cümlədə kəmiyyət zərfliyi işlənmişdir. Birinci cümlədə baxaq, düşüncəlidir. Kim? Xavər. Bu da köməkçi nitq hissəsi. Səhvdir deməli, birin yeri səhvdir. Bir olmadı. 2. Xəbər düzəltmə sifətlə ifadə olunub. Xəbər düzəltmə sifətlə ifadə olunub. Burada düşüncəlidir. Bəli, düşüncəlidir. Bu yerdə doğrudur, özü də doğrudur. Cümlənin mübtədası isimdir. Baxıram ki, bax, qazandı. Kim? Mehbarə. Nədən? İşdən. Hansı işdən? Bu işdən. Bəli, bu da doğrudur. 3-də, burada da xavər, mehbarə. İkisi də isimdir. Bu da doğrudur. Yalnız leksik mənası olan sözlərdən ibarətdir. Birincidə yox. Amma burada, yəni ikinci mehbarə ilə başlayan cümlə doğrudur. Yoxsa səhv mi dedim? Bu 4-dür. Ortaya düz gəlmir. Çünki bunda leksik mənası olmayan söz var, amma bunda hamısı leksik mənası olan sözlər. 4 səhvdir. 5-ə baxaq. Cümlədə bütün sintaktik əlaqələr var. Burada bütün sintaktik əlaqə deyəndə tabelilik əlaqəsində nəzərdə tuturuq, tabesizlik əlaqəsində nəzərdə tuturuq. Tabesizlik əlaqəsinin asan tapılma yolu daha çox vergül varsa və yaxud və varsa, deməli burada ehtimal ki, tabesizlik əlaqəsi olacaq. Niyə? Tabesizlik əlaqəsi harda olur? Həmcinslərdə vergül olur. Buradan belə tapmaq olar. Bir də mürəkkəb cümlənin tərəfləri arasında olur. Yəni bizə vergül varsa və ya və varsa ehtimal ki olacaq. Məsələn, baxıram ki, burada heç nə vergül var, nə və var. Deməli, bu səhv fikirdir. Bu 100%lik qayda deyil bu arada. Yəni, asan kömək məqsədi ilə dedim bunu. Cümlədə kəmiyyət zərfi işlənir. Bəli, bax, burada yəni çox qazandı sözü zərfdir və kəmiyyət zərfi. Cavabımız oldu 2, 3, 6, B variantı. Mən sualları bir-bir qoyum. Siz işləyin sualları. Ondan sonra cavabın izahına baxın. 4-cü sual. 4-cü sualın şərti bizdən nə istəyir? 4-cü sualda deyir ki, əsas fikir nəyi tutun? Bunları tutun. Qarşısında verilən budur əsas. Məsələn, burada hamısı səhv olsaydı, biz altdan da səhvi seçməliydik. Deyir, qorxaq sözü sadədir. Qorxaq sözü ümumiyyətcə nə var? Qorxaq bir sifət var, düzdür? Burada leksik şəkilçidir. Quruluşçu düzəltmə olur yəni. Yenə bu sifət deyilmiş. Bir də qorxaq sözü iki şəkilçi olan var. Bir də tək şəkilçi olan var. Tək şəkilçi olan da əmr şəklindədir. Deməli, əmr cümləsində olacaq. Amma iki şəkilçi olanda, deməli, buradakı arzu şəklidir. Sondakı isə şəxs sonluğudur. Deməli, bizdən deyir ki, feili cümlənin feili xəbəri kimi çıxış edir. Deməli, sifət yenə ola bilməz. Bax, 2 dənə qaydamız. Olmaq sözü artırdıqda mürəkkəb feil olur. Bizdə nə istəyirdi? Bir dəqiqə sualı unutdum. Doğru fikirləri istəyirdi. Baxaq. Asan qaydası budur. Birbaşa D variantına baxırıq. Tərkibi kök və 2 qrammatikdən ibarətdir. Bu düzdür. İndi gəlin Y-dən baxaq. Tərkibi kök və bir leksik şəkilçi. O sifət olsa olardı. Sonra kim sualına cavab verir? Sifət olsaydı olardı. Soyğunçu sözünün sinonimidir. Ümumiyyətcə soyğunçu sözünün qorxaqla da əlaqəsi yoxdur. Gəlir A variantında olmaq sözünə. Əgər qorxaq olmaq deyə bir feil var, bəli, doğrudur. Qorxaq olmaq. Amma buradakı qorxaq olmaq sözündə birinci söz sifət olsa olardı. Burada sifət deyil daxı. Biz qorxaq